Xanlar Rüstəm oğlu Vəliyev 1955-ci il mart ayının 15-də Yevlax şəhərində anadan olub. 1978-ci ildə Bakı Dövlət Universitetinin Hüquq Fakültəsini fərqlənmə diplomu ilə bitirdikdən sonra təyinatla Respublika prokurorluğu orqanlarına işə qəbul olunmuşdur. Xanlar Vəliyev Gəncə şəhər prokurorluğunda böyük müstəntiq, prokuror köməkçisi, Qazax və Şəmkir rayon prokurorlarının müavini vəzifələrində işləmiş. 1993-2000-ci illərdə Azərbaycan Respublikası Baş Prokurorunun müavini olmuşdur. Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2005-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikası Baş Prokurorunun müavini, Azərbaycan Respublikasının hərbi prokuroru vəzifəsinə təyin edilmişdir. Baş prokurorun müavini, hərbi prokuror, Ədliyyə General-Leytenantı Xanlar Rüstəm oğlu Vəliyev 1-ci dərəcəli vətənə xidmətə görə ordeni ilə təltif edilib. Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb. Sərəncamla Xanlar Vəliyev prokurorluq orqanlarında uzunmüddətli səmərəli fəaliyyətinə görə bu mükafata layiq görülüb. Gündən-günə gözəlləşir şəhərim, xoş günlərə açılır hər səhərim. Göydən yerə nur çiləyir günəşim, Gülüstana dönür kəndim şəhərim.